Müəllimlərin orta aylıq əmək haqqısı 16% artıb. Təhsil zamanı AzTəhsil.com-a istinadən xəbər verir ki, Elm və Təhsil Nazirliyindən sorğuya cavab olaraq bildirilib ki, 2025-2026-cı tədris ili üzrə müəllimlərin orta aylıq əmək haqqısı 965 manat təşkil edib. Statistikaya görə 2024-cü ildə Azərbaycan müəllimlərinin orta aylıq maaşı təxminən 830 manat olub. Bu rəqəm ölkə üzrə orta əmək haqqının 70%-nə bərabərdir. Həmçinin bildirilib ki, hazırda ümumi təhsil müəssisələrində 129.628 müəllim çalışır. Müqayisə üçün qeyd edək ki, 2024-2025-ci tədris ilində bu rəqəm 134.396 nəfər olub. Elm və Təhsil naziri Emin Əmrullayev çıxışında bildirib ki, müəllimlərin 1%-i həftədə 34 saat dərs deyir və 2000 manatdan çox əmək haqqı alır. Bu kateqoriyaya 1399 nəfər daxildir. Bundan əlavə 11% müəllim həftədə 31 saat dərs deyir və 1500-2000 manat arası maaş alır. Bu isə 12803 nəfər deməkdir. 33% müəllim isə 25 saatlıq dərs yükü ilə 1000-1500 manat arasında maaş alır. Onların sayı 39296 nəfərdir. Ən geniş qrup isə 41% təşkil edir. Onlar 17 saat dərs deyir və 500-1000 manat arası əmək haqqı alır. Bu qrupa 49757 nəfər daxildir. Son olaraq isə 14% müəllim həftədə cəmi 8 saat dərs deyir və 500 manata qədər maaş alır. Onların sayı 17492 nəfərdir. Sertifikasiyaya gəlincə 2022-2024-cü illərdə 64901 müəllim bu prosesə cəlb olunub. Onlardan 17426 nəfər yüksək nəticə göstərib və onların maaşı 35% artırılıb. 38084 nəfər isə qənaətbəxş nəticə göstərib, onların maaşında 10% artım edilib.